Bizim siyasetimizin merkezinde Azərbaycan vətəndaşı dayanır. Bu sadece olarak şuar değil. Bizim bütün siyasetimiz hem sosyal yönümlüydü hem de ki investisiya yönümlü. Her ikisi arasında çok yani həssas balans, tarazlıq olmalıdır. Eğer olmasa onda hiçbir ülke uğur qazana bilməz. Bir. İkincisi, həmişə çalışmışam ve bugün de çalışıram, populizmden uzaq olum ve mümkün olmayan vədləri vermeyeyim. Mümkün olan deməli, inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Və əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əmək haqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yani biz iqtisadi islahatları apararaq, neft, qaz layihələrini icra edərək ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik. Və bugün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi. Ondan sonra təhsil xərcləri idi. Ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yani biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin eləmişdik. 100-dən çox şəhərci inşa edilmişdir. Bu, əyani şəkildə niyyətimizi göstərir və bugün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yani bu sahədə vaxtilə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur və bu bizə imkan verir ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik. Daha doğrusu son 7 il ərzində 5 sosial islahat paketi icra edilmiştir və bu islahatların əhatə dairəsi 4 milyon insandır və haradasa 8 milyard manata yaxın olan vəsait. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.